Növbəti 3 sözü öyrənək. Holy, precious, unique. Holy sözü Azərbaycan dilinə müqəddəs kimi tərcümə olunur. Yəni dini və mənəvi baxımından dəyərli. Məsələn, The Quran is the holy book of Islam. Yəni Qurani Kərim İslamın müqəddəs kitabıdır. Növbəti söz precious. Precious yəni dəyərli, qiymətli. Məsələn, every word in the Quran is precious for Muslims. Yəni Qurani Kərimdəki hər bir söz müsəlmanlar üçün dəyərlidir. Sonuncu söz unique. Unique nə deməkdir? Yəni bənzərsiz, özünə məxsus, unikal. Məsələn, her style is really unique. Yəni onun geyim tərzi həqiqətən bənzərsizdir, özünə məxsusdur və ya unikaldır.